Biz qeybət niyə geniş yayılır? Çünki heç kəs əlindən tutub saxlamır ki, ay bala, danışma. Heç kəs özünü pis eləmək istəmir. Birinin sözünü danışanda deyilən ki, danışma. Demirəm qışqır üstünə, deyilən danışma. Pis adam deyil, yaxşı cəhətləri də var. Bir-birimizə belə mane olsa, təsdiqləyən olmasa danışan da olmaz. Çoxumuz təsdiqləyirik ki, nəyə görə özümü pis eləyim bu yanında. Amma Allah bək tutur. Deyir, sən də şərik oldun onu danışdığın. Qiyamət günü sən də ondan eyni adamsan. Niyə görə sözünü dəyişmədin? Soruş deyir nəfsündən, bir müsəlmana kömək elədin, neynədin kimi üçünsə? Sən yaşayırsan, bir adam faydalandı səndən, sənin varlığın cəmiyyətdə hiss olunur ki, sən birinə bir xeyrin çatır, özündən soruş. Bir xeyir dəydi səndən kiməsə, imkanın var imkanından, sözün var sözündən, gülər üzündən, hansısa şəkildə. Bu suallar verəndə çox şey üzə çıxır, bilirsiniz, çox şey. Niyə görə kömək eləmədin, niyə görə düşünmədin, niyə görə qeybətin qabağını almadın? Bir də görəcəksən, arxasında bir xüsusiyyət yatıb, xislət yatıb ki, niyə mənə mane olur ki, mən qeybətin qabağını alım? Onun için də ola bilər, başqa adamın fikri ilə hesablaşmaq olsun, şöhrətpərəstlik olsun, məqampərəstlik olsun, yaltaqlıq olsun, 100 cür şey altından çıxa bilər. Soruş özündən, nəfsün sənə müsbət cavab versə ki, bəli, bunları elədim, özün özünə. Şükür elə Allaha ki, nə yaxşı ki, bunları elədim bugün. Əgər yox, desə ki, yox, eləmədim, istiğfar elə, üzr istə Allahdan, tövbə elə, hər gecə.